Salam əziz abituriyentlər. Bugün sizinlə hədəfin 19 apreldə keçirdiyi sınavına baxaq. Və bu sınaqda elə bir sual var ki, keçən ildə abituriyentlərin 80% mexaniki səhv eləmişdi. İndi videonun ortasında mən o sualı sizə izah eləyəcəm və onun asan qaydasını yadda saxlayasınız. Hazırsınızsa başlayaq. Keçək birinci suala. Ox işarəsi naqillərdə cəryanın istiqamətini göstərir. Birinci və üçüncü naqillər tərəfindən ikinci naqilə təsir edən F1-2 və F3-2 maqnit qüvvələri hansı istiqamətdə yönəlmişdir? Nə deməkdir bu? Yəni ikinci naqil budur. Əsas buradakı biz qüvvəni göstərəcəyik. Və bilirik ki, əgər bax 1-də yuxarıdır, 2-də aşağıdır. Əgər cəryanlar əks istiqamətdə axırsa, o zaman qüvvələr necə olacaq? Belə bir-birini itələyəcək naqillər bu istiqamətdə. İndi 2 ilə 3-ə baxsaq, görürük ki, 2-də də aşağıdır cəryan, 3-də də aşağıdır. Əgər cəryanlar eyni istiqamətdədirsə, o zaman bir-birini cəzb eləyəcək. O zaman qüvvələr belə. İndi 1 ilə 2-yə göstərək F1-2, burada da F1-2, bunları qeyd eləyək. 2-dən 3-ə də F3-2, burada da F3-2 bu istiqamətdə olacaq. Deməli, ikinciyə təsir edən bu 1-2 də, 3-2 də eyni istiqamətdə, yəni hər ikisi sağa doğru. Doğru cavab E bəndi. Keçək növbəti sualımıza. Sükunətdəki cismə 4 qüvvə təsir edir. Deməli, bizdə burada açar sözümüz sükunətdəki sözüdür. Sükunətdəki cismə 4 qüvvə təsir edir. Cisim hansı istiqamətdə hərəkət edər? Sükunətdədir və qüvvələr təsir edir. İndi gəlin bu qüvvələrin proyeksiyalarına baxaq. F1-ə baxsam, görürəm ki, bir dama sağa doğrudur. F1-lə işim yoxdur. İndi keçirəm F2. F2 budur. Baxıram ki, F2 qüvvəsinin proyeksiyalarına ayırsaq. Bir proyeksiyası, Y-ox üzrə proyeksiyası budur, bir dama yuxarı. X-ox üzrə baxsam, görürəm ki, X-ox üzrə də belədir. Yenə bir dama sağa. F2 ilə mənim işim qutardı. İndi keçirəm növbəti qüvvəyə, F3 qüvvəsinə. Baxıram F3 burada. Bunun da bir proyeksiyası, bir dama biraz yuxarı çəkirəm. Bir dama yuxarı və bir dama isə soladır. F3 ilə də işim bitdi. Sonra keçirəm F4-ə. F4-ə də baxıram ki, F4-ün də proyeksiyası 2 dama aşağı, bir dama isə soladır. İndi gəlin baxaq ümumilikdə necə oldu. Fikir verirsiniz, 2 dama aşağı, burada bir dama plus bir dama. Ümumilikdə 2 dama sağa. Sonra burada bir dama yaşıl, bir dama da qırmızı. 2 dama sola. 2 dama sola. Bəs yuxarı baxıram ki, bir dama göylə çəkmişdik, bir dama da yaşılla. 2 dama da yuxarı. İndi qüvvələrə baxsaq, 2 dama yuxarı, 2 dama aşağı, getdi 0 qaldı, 2 dama sola, 2 dama sağa, bu da getdi, yenə 0 qaldı. Deməli, heç bir əvəzləyici qüvvə təsir etmir, ona görə də sükunət vəziyyətində qalar. Doğru cavabımız E bəndi. Sonra keçdim 33-cü suala. Cismin koordinat zaman qrafiki verilmişdir. Hansı zaman intervallarında cismin sürətinin proyeksiyası müsbətdir? Bura T1, bura T1, bura T2, bura T3, burada T4. Sürətin proyeksiyası müsbətdir. Burada görürük ki, baxın, buradan bura T1-ə qədər olan hissədə əgər sıfırdan çəksək, görürük ki, X-oxunun əksinədir. T1-dən T2-yə kimi baxsaq, görürük ki, bu sükunətdədir, hərəkət yoxdur. T2-dən T3-ə baxsaq, bu istiqamətdədir. Yəni, bunu sıfırdan çəksək, belə olar və bu T2, T3 arasında burada sürətimiz müsbət olacaq. T3, T4-də də yenə az aşağıdır qrafikimiz. Sürətimiz olar mənfi. Deməli, doğru cavab C. T2, T3. Yəni, budur. XT qrafikində də bilirsiniz, sürüşdürmə olur. Bunu yuxarıdan çəksək, yuxarıda olar və bu zamanda sürətin müsbət olar. Bu da belə. Keçdim növbəti suala. Sxemdəki 1 və 2 açarlarını qapadıqda hansı lampa və ya lampalar közərər? Biri bağladıq, bir də 2-ni bağladıq. Biz də bilirik ki, cəryan necə gəlir? Müsbətdən gedir mənfiyə. Müsbətdən çıxdı. Gəlir 1-dən keçir, gəlir 2-dən, gəlir L2-dən keçir, mənfiyə çatdı. Deməli, bu hissədə L2 lampası yanar. Təkcə L2. İndi sual verə bilərsiniz ki, bəs burada müsbətdən gəldi, niyə L3-dən keçmədi? Axı, burada bizim boş yolumuz var. Bilirik ki, cəryan müqavimətsiz yolu sevir və müqavimətsiz yoldan gedir. Heç bu tərəfə gəlmir. Yəni, L3-dən cəryan keçməz. 13-ündə L2 lampası yanacaqdır. Doğru cavab D bəndi. Keçək növbəti suala, 35-ci sualımıza. Deməli,
vurğuladığım elə sual bu idi. Hansı ki ağzı kip bağlı qab su ilə doludur. Onu tərsinə çevirəndə mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi və təzyiq necə dəyişər? Bilirik ki, mayələrin təzyiqi, bunu bəzən uşaqlar qarışdırır ki, P bərabərdir, F bölünsün S-dir, sahəndən tərs asılıdır. Bu, amma bərk cisimdir. Mayələrin təzyiqi deyən kimi, bu düsturu ağlınıza gətirməyin. Mayələrin təzyiqi deyən kimi, P bərabərdir, Rho, J, H düsturundan istifadə edin. Maye varsa, təzyiqin soruşsa, Rho, J, H. Qutardı, getdi. İndi burada səthin sahəsi, düsturumuzda sahə var, S var, yoxdur. Deməli, səthin sahəsindən asılı deyil. O zaman nə etməz? P nə etmədi? Dəyişmədi. Həm də H var burada. Bunu tərsinə çevirsən də, bu zaman bunu tərsinə çevirsək necə olar? Qoy buradan çəkin bunu. Tərsinə çevirsək, belə olacaq. Bura 2S, bura S. Tərsinə çevirsək, S nə edir? Əvvəl S idi, sonra 2S-dir. 2 dəfə artdı. Dedik ki, təzyiq P bərabərdir, Rho, J, H-dır. Hündürlük dəyişmir. Düsturumda da S yoxdur. Ona görə P dəyişməz. P dəyişməz. Bəs təzyiq qüvvəsi? Təzyiq qüvvəsini də bilirik ki, F bərabərdir, P, S-dir. P-nin də yerinə dedim ki, Rho, J, H yazırıq. Rho, J, H vurulsun S. Və bu zaman görürük ki, F ilə S bir-birindən düz asılıdır. Düz asılıdırsa, sahə 2 dəfə artdısa, o zaman F də 2 dəfə artar. Doğru cavab C-bəndir. Dediyim kimi bir daha da izah edeyim. P bərabərdir, Rho, J, H-dır. P dəyişmədi, çünki S-im yoxdur düsturumuzda, asılı deyil. Amma F isə düz mütənasib asılıdır. S-im 2 dəfə artırsa, F-im də 2 dəfə artmalıdır. Sonra keçək növbəti sualımıza. Düzxətli hərəkətdə cisim ilk 2 saniyədə 10 metr böl saniyə sürətlə, sonraki 3 saniyədə isə -15 metr bölünsün saniyə sürətlə hərəkət etmişdir. Bütün hərəkət müddətində cismin yer dəyişməyə görə orta sürətini tapın. Bilirik ki, orta sürətin düsturu S ümumi bölünsün T ümumidir. Və burada da yer dəyişməyə görə dediyinə görə V1 T1 üstəgəl V2 T2 bölünsün T1 plus T2. Qutardı, getdi. Düsturumuzda yerinə yazıb hesablayırıq. V1-imiz neçədir? 10. T1-imiz 2. Üstəgəl V2-miz -15. T2-miz 3. Bölünsün T1 plus T2. 2 plus 3. Bu da eləyəcək 20 çıx 45 böl 5. -25-i 5-ə bölsəm, bu da eləyər -5 metr bölünsün saniyə. A bəndi. Deməli, neynədir? Düsturumuzda V1 T1 plus V2 T2 bölünsün T1 plus T2 də yerinə yazdıq və mənfini burada nəzərə alırıq, çünki yer dəyişməyə görə deyir. O zaman -5 metr bölünsün saniyə. Sonra növbəti sualımız. Psixrometrin yaş termometri -15 dərəcə Selsi. Deməli, T yaş nə qədərdir? 15 dərəcə Selsi. Quru termometri isə 10-dan 7 dərəcə Selsi çox göstərir. Deməli, T qurumuz neçədir? 15-dən 7 dərəcə Selsi çox. Deməli, 22 dərəcə Selsidə quru termometr göstərir. Havanın nisbi rütubəti neçə faizdir? Bizdən soruşur, fi-ni ki, fi neçə faizdir? İndi cədvələ baxsaq, burada nə yazıb? Quru və yaş termometrlərinin göstərişlərinin fərqi. Baxın, quru 22-dir, yaşda 15-dir. Fərqi neçə eləyəcək? 7. Deməli, buradan 7-ni götürdüm. Və burada nə yazıb? Quru termometrin göstərişi. Tapdıq ki, qurunun göstərişi nə qədərdir? 22. 22 də buradadır. İndi bu 22-dən buradan çəksək, 7-ni də buradan çəksək, bunların kəsişdiyi xətar olar. 7 də buradan çəksə, 47%. Deməli, nisbi rütubətim 47% imiş. Sonra, hansı çərçivədən keçən maqnit seli ən kiçikdir? Bilirik ki, maqnit seli fi bərabərdir BS kosinus alfa. Maqnit seli ən kiçik olması üçün alfanın 90 dərəcə olması mütləqdir. Çünki kosinus 90-da 0 olur. O zaman da n ilə b bir-birinə perpendikulyar olmalıdır ki, 90 dərəcə olsun. Doğru cavabım C. 39. Tarazlıqdakı bircən çubuğun çəkisini hesablayın. Baxın, bu tipli suallarda, bax burada askı verib. Bu bizə lazım deyil. Ona görə rahat olsun deyə burada gətirin bunun yerinə bir dayaq çəkin. İndi
Baxıram ki 1, 2, 3, 4, 5, 6. Lengim 6 bölmədən ibarətdir. O zaman burada çəki, çubuğun çəkisi və yaxud da çubuğa təsir edən ağırlıq qüvvəsi hara doğru yönəlir? Tam mərkəzdən. 1, 2, 3. Buradan 1 F ağırlıq təsir göstərir. O zaman gəlin tapaq. F ağırlığı tapaq ki, nə qədərdir? 20 vurulsun. Bu qüvvə, qüvvədən dayağa qədər məsafə. 1, 2, 3. Üstə gəlinsin. F ağırlıq vurulsun. Dayağa qədər məsafə 1. Bu da bərabərdir. Digərini qüvvə 50 vurulsun. Dayağa qədər məsafə 1, 2. Deməli, 60 plus F ağırlıq bərabərdir 100-dürsə, o zaman buradan F ağırlığı taparam. Bu deyəcək 40 Newton. Doğru cavab B bəndi. Sonra kütləsi M, yükü müsbət Q olan kürəcik ipək sapdan asılaraq Y intensivlikli sahədə yerləşir. Sapın gərilmə qüvvəsi hansı ifadə ilə təyin edilir? Baxın, sap hara bağlanıbsa, gərilmə qüvvəsi də ora doğrudur. Görsünüz, yuxarıdan bağlanıb. Deməli, T gərilmə qüvvəsi də yuxarıya doğrudur. MG təsir edir. Bilirik ki, MG hər zaman aşağıya doğrudur və müsbətdir. Bu da intensivliyin xəttini görürsünüz belə. Deməli, yuxarı müsbətdir, aşağı mənfidir. Aşağıya doğru həmçinin buna QY elektrik sahəsi tərəfindən qüvvə təsir edir. O zaman, deməli, qüvvələrimizi bir daha göstərək. T yuxarı, MG aşağı, QY aşağı. Onda necə olar? T bərabərdir, MG üstə gəlinsin, QY. C bəndi. Sonra keçək 41-ci sualımıza. İzobar sıxılma və izotermik genişlənmə prosesində verilmiş kütləli ideal qazın daxili enerjisi necə dəyişir? Bizdən nəyi soruşur? Daxili enerji. Baxın, burada birinci elə izotermik gördük. Bilirik ki, izotermik prosesdə T konstantdır. İzotermik prosesdə delta U da sabitdir, dəyişmir. Düzdürmü? U da sabitdir, dəyişmir. Delta U da sıfıra bərabərdir. Deməli, U sabitdir. Qazın daxili enerjisi dəyişməz, sabitdir. İndi keçək izobar sıxılma. İzobar deyirsə burada P konstantdır. P konstantdır, sıxılma deyir. Yəni, həcm neyir? Azalır. Həcm azalırsa, bilirik ki, temperatur da azalır. Temperatur azalırsa, o zaman daxili enerji də azalmış olar. Daxili enerji də azalır. Deməli, azalar, dəyişməz. Daha sonra 42-ci sualda AB cisminin xəyalı necə alır? Birinci baxırıq ki, bu deməli səpicə linzadımı, yoxsa toplayıcı linzadımı? Görürük ki, bu səpicə linzadır. Oxa baxsaq, görürük bu səpicə linzadır. Səpicə linzada da bilirik ki, bütün hallarda xəyal məfhumi düzünə kiçildilmiş alınır. C bəndi. 43. Vakuum fotoelementinin qırmızı sərhədi spektrın sarı hissəsinə düşür. Hansı hissəsinə? Sarı hissəsinə düşür. Katod üzərindən narıncı və yaşıl rəngli şüalanma düşərsə fotoeffekt hadisəsi baş verəcəkmi? Bilirik ki, fotoeffektin baş verməsi üçün nü böyük olmalıdır, nü minimumdan. İndi biz rəngləri yazaq. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Bizdə də deyir, sarı hissəsinə düşür. Sarı bu. İndi sarıdan bilirik ki, aşağı gəldikcə tezlik neyəcək? Tezlik artır. İndi tezliyin artması üçün bilirik ki, sarıdan yuxarıda olanda baş verməz, aşağıda olanda baş verər. Deməli, yaşılda baş verər, baş verər, baş verər, baş verər. Narıncıda isə özündən əvvəldir, yəni orada tezlik uyğun gəlmir. Ona görə orada baş verməz. Baş verər, baş verməz. Doğru cavabım B bəndi. Sonra 44. Nüvə reaktorunda neytronların artma əmsalını tənzimləmək üçün nədən istifadə olunur? Bu da bilirik ki, kadmiumdan istifadə olunur. 45. Harmonik rəqsin qrafikinə əsasən rəqs edən maddi nöqtənin maksimal sürətini hesablayın. Bizdən soruşur V-ni. Biz də bilirik ki, V-nin sürəti omega xm-dir. Omeganın da yerinə 2pi bölünsün T vurulsun xm yazırıq. Baxaq, 2 vurulsun P'miz 3 bölünsün. T'miz neçədir? Baxaq, bura 0.1'dir. Onda bura 0.2'dir. Bura 0.3'dürsə, burada 0.4'dür. Periyodu da tapanda sayırdıq. 1, 2, 3, 4. Deməli, periyodum neçədir? 0.4'dür. 0.4 vurulsun xm. Xm də 20 santimetrdir. Santimetrdə metrə 0.2 metr eləyəcək. Bununla bu gedir. Burada 2, 2 ilə 2, bu da elədi 3 metr bölünsün saniyə. Daha sonra sabit təzyiqdə. Sabit təzyiq deyir. O zaman yazıram P bərabərdir konstant.
Molekulların konsentrasiyasının ideal qazın temperaturdan asıllıq qrafiki hansıdır? N'in T'dən asıllığını veribdir. Deməli, N bərabərdir P bölünsün KT düsturumuza əsasən. Burada P sabitdir. P ilə işimiz yoxdur. O zaman biz N'in T'nin asıllığını baxırıq ki, N ilə T isə tərs mütənasib asıllıdır. Tərs asıllıq da bu birinci qrafikdir. Sonra 47. Kinetik enerji haqqında teoremin ifadəsi hansıdır? Bilirik ki, kinetik enerjinin dəyişməsi görülən işə bərabərdir. Yəni, A bərabərdir delta Y kinetikdir. Bu da YK2 çıxılsın, YK1. Doğru cavab A. Metalları və plazmanı qızdıranda müqavimət necə dəyişər? Bilirik ki, metalın müqaviməti R bərabərdir R0, 1 üstə gəlsin alfa delta T. Metalı qızdıran zaman temperaturunu artırırıq. Bu zaman onun müqaviməti də neyniyər? Artar. Müqavimət artar. Bilirik ki, metallarda düz asılıdır. Artırsa artır. Plazma. Plazma nədir? Plazma qismən və yaxud da ki, tamamilə iyonlaşmış qazdır. Əgər burada qızdırırıqsa, deməli onun temperaturunu artırırıq. Temperaturunu artırırıqsa, bu zaman molekulların bir-birlərlə toqquşması daha da intensivləşir. Daha çox halda baş verir bu toqquşmalar. O zaman onların konsentrasiyası da artır. Və bu xüsusiyyətinə görə də bilirik ki, plazma yarımkeçiricilərə və eyni zamanda elektrolitlərə daha çox bənzəyir. Və yarımkeçiricidə, elektrolitdə də bilirik ki, metalın müqaviməti temperaturundan tərs asılıdır. Deməli ki, qızdırırıqsa müqaviməti düşür aşağı. Müqavimət azalar. Bu da oldu D bəndi. Daha sonra 49. Cismə təsir edən ikinci qüvvənin qiyməti neçə newtondur? İkinci qüvvənin, bu qüvvənin qiymətini bizdən soruşur. Baxın, burada verib ki, A-nı verib -4. -4 o deməkdir ki, F2 qüvvəsi daha böyükdür. F2 qüvvəsi daha böyükdür. İndi EMA-mız nə qədərdir? Əvəzləyici qüvvəmiz 2 vurulsun -8. Yəni 2 vurulsun -4. F əvəzləyicimiz bərabərdir -8 newton. Yəni x oxunun əksinə olduğunu göstərir. Bu da taparaq ki, F əvəzləyici də bərabərdir. Əks istiqamətdədir qüvvələr. Biri soladır, biri sağadır. Bir-birindən çıxaram. F2 çıxılsın 8 newton. Yəni 8 bərabərdir F2 çıxılsın 8. F2 də bərabərdir -16. Daha doğrusu müsbət 16 newton. Yəni mənfi əslində olur. Prosto mənfinin də istiqamətini bilirsiniz də niyə mənfidir? Çünki x oxunun əksinə olduğuna görə. O da oldu D bəndi. Daha sonra keçək, bunu buradan silim. Keçək burada 50-ci suala. Kilogram vurulsun metr kvadratı bölünsün saniyə kubu. Bu da bilirsiniz də joule bölünsün saniyə deməkdir. Joule bölünsün saniyə də 1 watt deməkdir. Wattın açılışıdır. Watt da gücdür. E bəndi. Ağ işığın prizmadan keçərkən ayrılan rəngli şüalardan ikisinin yolu göstərilmişdir. Həmin şüaların rəqs tezlikləri və dalğa uzunluqları arasında hansı münasibət var? Bilirsiniz ki, yuxarıdan aşağı gəldikcə nü artır və lambda azalır. Yəni təkcə nü artmır, eyni zamanda enerjisi artır. Həmçinin sındırma əmsalı eyni də artır. İndi tezliklərini müqayisə eləsək, nü 2 böyükdür nü 1-dən, lambda azalır deyə, lambda 1 də böyükdür lambda 2-dən. Bu da lambda 1 böyükdür lambda 2-dən, B bəndi. 52-də nə deyir? Hər birinin uzunluğu 150 metr olan iki qatar bir-birinin yanında neçə saniyəyə ötüb keçir? Bu ötüb keçmə məsələlərində ya qatarın ön hissəsini götürürsünüz, ya da arxa hissəsini götürürsünüz. Məsəl üçün, ön hissəsini götürək buradan. Bu qatar bunu ötüb keçməsi üçün əvvəlcə bura kimi gəlməlidir. Bura kimi gələndə bundan eyni oldu, düzdürmü? Yəni, bir 150 metr getdi. Təzdən bir də bunu ötüb keçməsi üçün öz uzunluğu boyda da getməlidir ki, bunu ötüb keçsin. Yəni 150 metrdə belə. Ümumilikdə oldu 300 metr. İndi T bərabərdir, S bölünsün V-dir. Ümumilikdə 300. Sürətimizdə nisbi sürəti götürürük. Eyni istiqamətdədirsə, o zaman bir-birindən çıxırıq. 15-dən 10-un çıxanda 5. Bu da eləyəcək 60 saniyə. Daha sonra 53-də dəyişən cəryan dövrəsində 3 eyni lampa birləşdirilmişdir. Dəyişən cəryanın rəqs periyodunu azaldıqda, periyodu azaltdıq. Bu zaman deyir lampalar necə olar? Birinci lampaya baxsaq, birinci lampada görürük ki, aktiv müqamətdir, yəni rezistor qoşulub. Və bilirik ki, aktiv müqamətdə I bərabərdir, U bölünsün R-dir, yəni cəryan şiddəti dəyişməz. Ona görə lampanın parlaqlığı da dəyişməz.
Deməli 4. Birinci lampanın parlaqlığı dəyişməz. Sonra keçdim ikinci lampaya. İkinci lampada görürəm ki, burada tutum müqaməti, kondensator qoşulubdur. Deməli tutum müqaməti var. I bərabərdir U bölünsün X-i. Bu da U bölünsün X-nin yerinə omega S. Bu da U bölünsün omeganın da yerinə 2 pi bölünsün T vurulsun S. İndi burada T'ni neynədir? Azaltdı. T azaldısa I azalar. Yəni ikinci lampanın parlaqlığı azalar. Haradadır? 5-də. İkinci lampanın parlaqlığı azalar. İndi keçək üçüncü lampaya. Üçüncü lampada da I bərabərdir. U bölünsün. Baxın, sarğac qoşulub. Sarğac qoşulsa deməli induktiv müqamətdir. XL. Bu da U bölünsün. XL-in də yerinə omega L yazaraq. Bircə dəqiqə. Biz burada XL-ni 1 bölünsün. Bunu burada səhv elədik. Burada bunu səhv elədik. U bölünsün X-nin yerinə 1 bölünsün omega S. Bu da qalxır yuxarı. U omega S. Omega U bölünsün omeganın da yerinə 2 pi bölünsün T vurulsun S. Deməli neynədik biz? Periodu azaltdıq. Periodu azaltdıqsa burada I artar. Cəryan şiddəti artar. İkinci lampanın parlaqlığı artar. 2. 2. Sonra indi üçüncüyə keçək. I bərabərdir. U bölünsün XL. Orada yuxarıya çıxarmamışdıq. U bölünsün XL-in də yerinə omega L. U bölünsün omeganın da yerinə 2 pi bölünsün T vurulsun L. T də qalxır yuxarı. U T bölünsün 2 pi L. Deməli necə oldu? T'ni azaltsam burada I də azalar. O zaman üçüncü lampada isə parlaqlıq azalar. 6. Deməli 2, 4, 6. Bu da oldu 53-cü sualımız. Sonra keçirəm 54-cü sualımıza. 54-də intensivliyi Y bərabərdir 2 Newton bölünsün kulon. Bircins elektrik sahəsində yükə təsir edən qüvvə F bərabərdir 32 Newton olarsa, bu yükün qiymətini tapın. Q-nü bizdən soruşur. Biz də bilirik ki, Y bərabərdir F bölünsün Q-dür. Buradan əgər Q-nü tapsaq, bu zaman olar F bölünsün Y. Onda F-in yerinə 32, Y-nin də yerinə 2. O da eləyəcək 16 kulon. Daha sonra qayıdan və düşən şüalar arasındakı bucaq nə qədərdir? Bu düşən bucaqdır. Bilirik ki, düşən bucaq nə qədərdirsə, qayıdan bucaq da o qədərdir. İndi fikir verirsinizsə, 2x-lə x plus 30 90 dərəcə əmələ gətirir. O zaman yazaq, 2x üstəgəl x üstəgəl 30 bərabərdir 90 dərəcəyə. 3x üstəgəl 30 bərabərdir 90-dırsa, 3x bərabərdir 60, x də bərabər eləyəcək 20 dərəcə. İndi x-im 20 dərəcədirsə, 2x-im eləyəcək 40, bura 40-dırsa, onda burada 40-dır. 40 eləyəcək 80 dərəcə. Sonra keçək 56-cı sualımıza. Tircinin sürətinin proyeksiyası Vx bərabərdir 5 çıxılsın 2t qanunu ilə azalır. Ona təsir edən sürtünmə qüvvəsi. Deməli, bizdən soruşur sürtünmə qüvvəsini tapın. Baxın, hərəkət necə hərəkətdir? Yavaşlayan hərəkətdir. Yavaşlayan hərəkətdə Newtonun ikinci qanununu yazsaq, M-a bərabərdir F sürtünmə çıxılsın F də artı yazarıq. M-imiz var 5, A-mız da var. Bilirik ki, A bərabərdir V-nin törəməsinə. Yəni 5 çıx 2t-nin törəməsi. 5-in törəməsi 0, 2t-nin də törəməsi 2. Mənfi 2 hətta. Deməli, A-nın yerinə yazdıq modulunu 2, bərabərdir F sürtünmə çıxılsın F dartı. F dartımız da 15-dir. Və bu zamanda F sürtünməni taparıq ki, 25 Newton. Sonra keçdim 57-yə. Uyğunluğu müəyyən edin. Yerin səthindən H bərabərdir R hündürlüyündə, H bərabərdir 4R hündürlüyündə və eyni zamanda H bərabərdir 3R hündürlüyündə qravitasiya sahəsinin intensivliyi. Bilirik ki, intensivlik J bərabərdir J0 vurulsun R böl R üstəgəl H-ın mötərizə kvadratıdır. İndi bizdən J böl J0 soruşur. Bu da R böl R üstəgəl H-ın mötərizə kvadratı. İndi gətirin H-ın yerinə birinci R yazaq. Gətiririk H-ın yerinə. Buradan H-ı sildik, yerinə R yazırıq. Neynədir? R kvadratı bölünsün 2R, 2R-in də kvadratı 4R kvadratı. Neynədir? 4 dəfə azallar. Deməli, 1-ə gəldi B.
İndi ikinciyə keçirik. J bölünsün J0 bərabərdir R böl R üstəgəl H-ın yerinə 4R yazıram. 4R'in kvadratı. Bu deyəcək 25'də 1. Deməli 25 dəfə azalır. Burada uyğun gəldi. D. İndi 3R gətirib qoysaq 3R 4 elədi. 4'ün kvadratı 16. Bu deyilər 16 dəfə azalır. C. Bu da belə. İndi keçdik 58-60-cı suallara. 58-də nə deyir? İki maddi nöqtə arasındakı məsafə 2 metrdir. Deməli, R1-in birinci halda 2 metrdir. Onlar arasındakı məsafə 8 metr artanda R2 bərabərdir 2, üstəgəl 8. 8 metr artdı. Oldu 10 metr. Deməli, əvvəl 2 metr idi, sonra oldu 10 metr. R-im neynədir? 5 dəfə artdı. 2-dən 10-a gəldi. Cazibə qüvvəsi. Bilirik ki, F-in düsturu F bərabərdir J vur M1, M2 bölünsün R-in kvadratı. Əgər R-im 5 dəfə artdısa, o zaman F neyəcək? 25 dəfə azalar. Sonra 59. Elektrik tutumu eyni olan iki kondensatoru mənbəyə ardıcıl birləşdirəndə toplanan enerji 80 millijoula bərabərdir. Onları həmin mənbəyə paralel birləşdirsə. Deməli, tutumları eynidir. S1, S2-yə bərabərdir. Bunu da bir dənə S deyək. Əvvəlcə ardıcıl birləşdirilib. S1 ardıcılda da necədir? Ümumi halda S bölünsün N-də də. İndi 2 dənədirsə S bölünsün 2. İkinci halda bunu paralel birləşdirdi. Oldu 2S. Deməli, neynədir? Əvvəl S böl 2 idi, sonra oldu 2S. Yəni, bunun S-ni 2 dəfə artırdı, oldu S. Təzdən bir də 2 dəfə artırdı, oldu 2S. Deməli, ümumilikdə 4 dəfə artdı. S 4 dəfə artdı. Enerjinin düsturunu bilirik. Enerjinin düsturu nədir? S kvadratı bölünsün 2-dir. Əgər burada S-ni 4 dəfə artırdıqsa, o zaman enerji də 4 dəfə artmış olar. Əvvəlcə 80 millijoule idi, 44 dəfə artdı. Oldu 320, qoy buradan V2 yazaq. V2 bərabərdir 320 millijoule. Bu da belə. Sonra 60-cı suala baxaq. Ortadakı tirziyi çəkib çıxartmaq üçün ən azı neçə Newton qüvvə tətbiq etmək lazımdır. Baxın, bu tirziyi dartıb çıxarmaq üçün sürtünmələr harda yaranır? Yəni, bununla bunun arasında, bir də bu 3-lə 2-nin arasında olacaq. Deməli, bir sürtünmə burada yaranır, F sürtünmə. Bir də burada yaranır F sürtünmə. O zaman necə yazarıq? Bunu bir dəfə belə götürərik. F minimum bərabərdir. 3 üstəgəl müəmc 3 üstəgəl 2 ümumilikdə birlikdə vurulsun mü vurulsun J üstəgəl bir də nə? Bir də təhcə edib bu öz burada yaranır. O da 2 vurulsun 0.5 vurulsun 10. İfsiyon. 3-ün üstə 2 gəlsən 5. 2.5 bu elədi 25 üstəgəl 2-ni buna vursam 1, biri də ona vursam 10. 25 üstəgəl 10 bu da eləyəcək 35 Newton.